gəlir. Mən sona qədər, son nəfəsimə qədər bizim ailənin yaşadığını, bu xalqın yaşadığı faciəni Azərbaycan xalqına çatdıracağam. Mən son nəfəsimə qədər, nə qədər yaşayıram, düzdür, İlham Əliyev rejimi məni təqib edir, məni şantaj edir, mənə mesajlar gəlir, mənə anonim zənglər gəlir, məni izləyirlər. Mən bununla bağlı olduğum ölkənin hüquq mühafizə orqanlarına müraciət eləmişəm rəsmi olaraq. Faktları, sübutları təqdim etmişəm. Amma buradan bir daha da deyirəm ki, qoy İlham Əliyev rejimi də bilsin ki, bu çıxış yolu deyil. Bir ailəni bu cür asanlıqla məhv edib, repressiyaya məruz qoyub, məni də bu cür təhdidlə sustura bilməz. Və mən bilirəm ki, bir günlərin bu təhdidlər həyata keçirilə bilər. Mən bunu bilirəm. Mən bilirəm ki, sonum heç də yaxşı olmaya bilər. Bunu çox gözəl bilirəm. İlham Əliyev rejimi məni burada öldürtdürə bilər, siyasi qətl törədə bilərlər. Bu birinci dəfə deyil. Nə qədər insanlar siyasi qətl olunublar. Ötən illərdə Vidadi İskəndərli, bilirsiniz ki, Fransada yaşadığı evdə, yatdığı yerdə səhər saatlarında 21 bıçaq zərbəsi ilə qətlə yetirilibdir. İlham Əliyev rejimi üçün sevinç qadındır, toxunulmazdır. Belə bir şey yoxdur. Hər kəs bilir ki, İlham Əliyev 9 dənə xanım jurnalisti həbs edibdir. İlham Əliyev Avropada və ya digər ölkədə bir qadını öldürtmək İlham Əliyev üçün 2-2-dir. Yəni, mən sonumun, belə deyək, bu cür bitəcəyini çox gözəl bilirəm ki, sonum bu cür də bitə bilər. İlham Əliyev rejimi bu cinayətə əl ata bilər. Amma mən bu haqsızlığa göz yumub, bununla barışıb həyatımı yaşamayacağam. Mən sona qədər vətənimdən didərgin salıb Əliyev rejimi. Mən sona qədər mübarizə aparacağım və bütün dünyaya və Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə göstərəcəm ki, İlham Əliyev sözü deyən, doğrunu söyləyən, mənim həyat yoldaşım jurnalist Əfqan Sadıqov, Azərbaycan xalqının problemini ictimailəşdirən, Azərbaycan cəmiyyətində baş verən narazılığı, siyasi, belə deyək, narazılığı, məmurların özbaşınalığı, sosial, siyasi problemləri ictimailəşdirən insan idi. Mənim həyat yoldaşım polis zorakılığından yazırdı. Mənim həyat yoldaşım korrupsiyada başında duranlardan yazırdı və bu günlərim İlham Əliyev bizim kimi insanları hədəfə alması heç təsadüfi deyil. Çünki İlham Əliyev üçün bu cür insanlar İlham Əliyev üçün təhlükə hesab edir İlham Əliyev. Çünki Azərbaycanda söz haqqı yoxdur. Çünki Azərbaycanda demokratiya yoxdur. Əliyev demokratiya dedikdə cəmiyyətdə əxlaqsızlığı təbliğatını aparır. Əliyevin yaratdığı demokratiya budur. Və mən həyat yoldaşımın azadlığı uğrunda, haqları uğrunda sona qədər mübarizə aparacağım. Ona görə yox ki, o mənim həyat yoldaşımdır. Ona görə ki, birinci o günahsızdır. O insanı ailəsindən ayırıblar, o insanın ailəsini parçalayıblar, o insan uşaqlarının üzünə həsrətdir. O insan həbsxanadadır, günahsız olur. Onun ailəsi siyasi repressiya məruz qalıbdır və mən Fransadayam. Mənim vətənimi əlimdən alıb Əliyev, mənim ailəmi əlimdən alıb Əliyev. Əliyev bütün xalqın dəyərlərini məhv etməklə məşğuldur. Və mən sona qədər, son nəfəsimə qədər bir daha deyirəm, İlham Əliyev nə qədər ki, mən sağam, məni öldürtməyib, mən sona qədər mübarizə aparacağam, baxmayaraq təhdid altındayam, baxmayaraq izlənilirəm. Bir daha deyirəm, mən bununla bağlı Fransada hüquq mühafizə orqanlarına rəsmi müraciətim də olubdur, polis nəzarətindədir bizim ailəmiz. Amma bir daha deyirəm ki, yəni bu İlham Əliyev rejimi məni belə deyək, asanlıqla məhv edə bilməyəcək, asanlıqla yəni öldürə bilməyəcək. Çünki mən bununla bağlı yetərincə ciddi faktları Fransa hüquq mühafizə orqanlarına təqdim etmişəm, araşdırma başladılıbdır və bizim ailəmiz nəzarətdədir. Bunu xüsusi diqqətə çatdırmaq istəyirəm. Və mən istəyirəm həyat yoldaşımla bağlı son baş verənləri ictimaiyyətin diqqətinə çatdırım. Mənim həyat yoldaşım Əfqan Sadıqov iyun ayının 8-də belə deyək, özlərini təqdim etməyən şəxslər tərəfindən, ağızlarında qara maska olan şəxslər tərəfindən zorakılıqla saxlanılıbdır, daha sonra prokuraturaya aparılıbdır və daha sonra həbs qərarı verilibdir 3 aylıq. Və bu ayın 23-də növbəti məhkəmə prosesi keçirilibdir. Və həbs qərarı verildikdən sonra onu da qeyd edeyim ki, ev tutaqlığı üçün Əfqan Sadıqovun hüquqlarını müdafiə edən vəkil şikayət vermişdi, təmin olunmayıbdır və bildirilir ki, hətta bunu Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev öz rəsmi məktubunda da, rəsmi məktub cavabında bildirmişdi ki, Əfqan Sadıqov təhlükəli insandır, gizlənə bilər, qaça bilər, cəmiyyətə ziyan vura bilər. Kamran Əliyev öz adını Əfqan Sadıqova qoyubdu. Ölkədə bütün cinayətin başında duran, bütün cinayətkarları örtbasdır edən və bütün cinayətkarları qoruyan baş prokuror öz adını qoyur Əfqan Sadıqova. Deyir, adımı sənə qoyum, səni yana-yana qoyum.
Ölkə bu cür idarə olunur və bunu əsas gətirərək Əfqan Sadıqovu ev tutaqlığına buraxmırlar və bu vəsatət də təmin olunmur təbii ki. Və daha sonra bu ayın 23-də, iyul ayın 23-də növbəti məhkəmə prosesi keçirildi Binəqədi rayon məhkəməsində və bu həbs qərarı daha 3 ay uzadıldı. 3 ay uzadıldı və Əfqan Sadıqovun üzünə 3 dənə saxtakar qoyurdular, bilirsiniz. 3 dənə üzə duran gətirmişdilər və ayın 23-də Binəqədi rayon məhkəməsində keçirilən bu məhkəmə prosesində, yəni 3 dənə də yeni üzə duranın olduğunu müstəntiq təsdiqləyib ki, 3 dənə də yeni üzə duran var və 3 dənə zərər çəkənlər güya ki, dırnaq arasında onların da şikayət ərizəsi daxil olubdu. Lakin zaten mən bunu öncədən bilirdim. Kamran Əliyev, baş prokuror, bunu rəsmi cavab məktubunda qeyd etmişdi ki, Əfqan Sadıqovla bağlı ardı sırası kəsilmədən şikayətlər davam edir. Və bu da onu göstərir ki, baş prokuror həmən bu 3 nəfəri də sonradan icad edibdi, bu işə düz qoş edib. Amma mən o 3 nəfərlə bağlı, onların kimliyi ilə bağlı heç bir məlumatım yoxdur. Çünki bununla bağlı nə Əfqanın vəkilinə, nə Əfqanın özünə heç bir məlumat verilməyib. Sadəcə şifahi olaraq məhkəmədə bildirilib ki, Binəqədi rayon məhkəməsində 3 nəfər zərər çəkən daha var. 3 nəfər, yəni bu artıq 6 nəfərdir. Məsələ etibarilə, mahiyyət etibarilə heç nə dəyişmir. 3 nəfər 10 nəfər də ola bilər, 9 nəfər də, 20 nəfər də, 50 nəfər də. Bu bizim üçün heç nə dəyişmir. Bu rejimin simasını göstərir, əxlaqsızlığını göstərir və onlar Əfqan Sadıqovu öz təbirlərincə cəzalandırırlar, günahsız insanı və ailəsini dağıdırlar. Bu da onu göstərir ki, Əliyev nə qədər qəddardır, Əliyev nə qədər amansızdır, Əliyev rejimi bu xalqa nə qədər düşmən kəsilibdir. Bu birbaşa olaraq onu göstərir və mən 3 nəfər, həmən o 3 nəfərlə bağlı məlumat aldığım zaman həmən o 3 nəfəri də sizlərə təqdim edəcəyəm və onları tanıyaq ki, cəmiyyət olaraq görək ki, İlham Əliyev daha kimlərdən istifadə edir. Amma ötən dəfə 3 nəfərdən biri bilirsiniz ki, Kürd kənd bələdiyyəsinin nümayəndələri idi, 2 nəfər və 1 nəfər isə kardioloq, keçmiş kardioloq, indi onunla bağlı da danışacağım, Elnur Azadxanov. Yəqin ki, mənim təqdimatımda onu daha gözəl tanıyırsınız. Əslən Cəlilabaddandır, Göytəpə şəhərindəndir, kardioloqdur, ürək həkimidir. 2021-ci ildə İlham Əliyev ona tərəqqi medalı veribdi və mən bu günlərim səhər saatlarında Elnur Azadxanovun bir paylaşımını gördüm. Elnur Azadxanov bilirsiniz ki, Cəlilabad Mərkəzi Xəstəxanasının direktoru olmuşdu və daha sonra Sumqayıt Tibb İdarəsinə direktor təyin olunmuşdu və bu günlərim səhər mən oxuyuram ki, Elnur Azadxanov Facebookunda, şəxsi Facebookunda paylaşım edir ki, o vəzifəsindən kənarlaşdırılıb. Mən bilmirəm, indi Əli Nağıyev belə deyək, göstəriş verəcəkdir, Elnur Azadxanovu İlham Əliyevin sərəncamıyla Səhiyyə naziri təyin edəcəklər və yaxud da Elnur Azadxanovu həbs edəcəklər. Hər şey bilirsiniz ki, gözləmək olar. Çünki İlham Əliyevə xidmət edən ən sadiq insanlar belə həbs oluna bilər. Siz bunu bilirsiniz. Yəni Elnur Azadxanov kimdir ki? Elnur Azadxanov üzə durandır, DTX-nın üzə duranı. Hər kəs bunu yaxşı bilir. Əli Nağıyev çağırdı, Elnur Azadxanov şərəfini, ləyaqətini ayaq altına ataraq, baxmayaraq ki, həkimdir, həyat xilas etməlidir və bugünkü paylaşımında belə yazır ki, mən 2020-ci ildə o pandemiyanın ən pis dönəmində xalqıma xidmət eləmişəm. Mənim çox gülməyim gəldi. Xalqıma xidmət edən bir həkim, bir kardioloq necə ola bildi ki, DTX-nın sifarişinlə Əfqan Sadıqovun üzünə durdu? Niyə imtina etmədin? İmtina edərdin kişi kimi, vəzifəndən də imtina edərdin, üzə durmaqdan da imtina edərdin. Çıxıb bunu sosial şəbəkədə də ictimailəşdirərdin və xalq da, insanlar da deyərdi, bu cür ləyaqətli insanlar var. Hətta səni həbs təhlükəsi gözləyirsə də belə sən bundan imtina edərdin. Çünki ləyaqətli bir insan, şərəfli bir insan, bir günahsız insanın üzünə dura bilməz. Amma Elnur Azadxanov təbii ki, bundan fəxr edir. O hətta prokuraturada üzləşmədə belə bildirib ki, Əfqan Sadıqov, sənin mənlə bağlı yazmısan, sən mənlə bağlı yazdıqların yalandır, mən də sənin üzünə ona görə dururam. Əfqan Sadıqov, Elnur Azadxanov vəzifədə olan bir şəxs, onunla bağlı yazmağı və o iddia edir ki, bu yalandır. Elnur Azadxanovun tam haqqı var idi ki, Əfqanı versin məhkəməyə. Həmən bu, onun yalan adlandırdığı məsələlər, korrupsiya faktları məhkəmə belə deyim, müstəvisində araşdırılardı. Amma nə baş prokuror, nə də başqa bir belə Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun yazdığı yazılara, araşdırmalara reaksiya vermədi. Hətta o dönəmdə Elnur Azadxanovun vəzifəsi qalxaraq Sumqayıt Tibb İdarəsinə direktor təyin olundu. Amma bugün Azadxanov öz postunda bildirir ki, o vətənə xidmət edib, dövlətə xidmət edibdir, xalqa xidmət edibdir. O cümlələrin arasında bir dənə də o əlavə edərdin ki, nə qədər insanların evini yıxmısan, nə qədər rüşvət almısan,
nə qədər əlin korrupsiyadadır, nə qədər haqqa girmisən və Əfqan Sadıqovun da üzünə durmusan və sənin kimi insanların vətənə, dövlətə, xalqa xidmət etməsi şübhə altındadır. Şəxsən mən bunu görürdüm, zamanında da gördüm. O adam korrupsiyanın içində olan, bataqlığında olan və İlham Əliyev rejiminə pul yığan insanlardan biri olub. Hətta Cəlilabad rayonunun sakinləri də çox gözəl bilir. Sumqayıtda tibb idarəsində direktor işləyib, oranın personalı, ora gələn insanlar da gözəl bilir. Elnur Azadxanov bu rejimə tulalıq edən, bu rejimə xidmət edən insanların üzünə duran, tərəqqi medallı üzə durandı. Əliyevin tərəqqi medallı üzə duranı və mən sona qədər Əfqan Sadıqovun üzünə duranları ifşa edəcəm. Elnur Azadxanov getdi. İnşallah səsi dəmir barmaqlar arasından gəlsin. Çünki Elnur Azadxanovun yeri həbsxanada ən ağır özü. Həbsxanada susuz, çörəksiz saxlanılmalıdır. Çünki o adam dövlətə xəyanət edən, xalqa xəyanət edən şəxsiyyətsiz bir insandır. Hələ gözləyək, görək Elnur Azadxanov haçan şərəf ləyaqət davasına çıxıb məni məhkəməyə verəcək. Yəqin ki, Əli Nağıyev Elnur Azadxanova hələ belə bir göstəriş verməyibdir. Böyük ehtimalla Elnur Azadxanov bu göstərişi alsaydı, böyük bir məmnuniyyətlə ərimin üzünə durduğu kimi mən də məhkəməyə verərdi. Yəqin ki, ağam hələ ki sənə icazə verməyibdir. Yəni mənim üçün heç bir fərqi yoxdur. Mənim 100 dənə adamı belə deyək, mənlə bağlı üzümə dursun, həyat yoldaşımın da üzünə durur. Nə əldə edəcəksiniz? Sadəcə və sadəcə bu xalqın içində, dünyada biabır olacaqsınız və mən səsimi bütün Azərbaycan xalqımıza, bütün dünyaya çatdıracağam və çatdırana qədər, sona qədər mübarizə aparacağam, baxmayaraq ki, bu rejim məni hədəfə alır. Məni susturmaq üçün hədəf alır, təhdid edir. Belə bir şeylər yenə deyirəm, məni qorxudub dayandıra bilməz. Sonunda nə olmasından asılı olmayaraq. Əfqan Sadıqov Kürdaxanda saxlanılır. Demək, bizə həftədə icazə verilir Əfqan Sadıqov 2 dəfə ailəsinə zəng vursun. Bir zəng 7 dəqiqədir. Mənim 2 övladım var. Biz 3 nəfərik. İlham Əliyev 7 dəqiqəni 3 nəfərin arasında necə bölək? Əgər bölmək lazımdırsa buyur böl görək. 7 dəqiqə ilə 7 dəqiqə 3 nəfər necə danışsın? Ay humanist Əliyev, ay qeyrətli Əliyev 3 dəqiqə uşaq atasıyla necə danışsın? 7 dəqiqə. Adama 3 dəqiqə düşmür. Təsəvvür edin ki, balaca uşaq danışır, böyük bacısına verəndə zəng dayanır. İlham Əliyev nəyin qisasını alırsan? Çox maraqlıdır. Bu xalqdan nəyin qisasını alırsan? Ha? Tək bizim ailədən yox. Çünki sənin bu xalqa etdiyinin bir nümunəsidir bu. 7 dəqiqə zəngə icazə verilir. 2 aya yaxındır ki, uşaq atasının üzünü görmür. Uşaqlar darıxır. Uşaqlar görmək istəyir. Təbii ki, atalarının yanında olmaq istəyirlər. Amma İlham Əliyev rejimi deyir Əfqan cinayətkardır. Əfqan niyə cinayətkardır? Sual verirəm. Azərbaycan xalqının haqqını Əfqan mı yeyibdir? Əfqan ailəsi mi yeyibdir? Azərbaycan xalqının qazisini intihara Əfqan mı sürükləyibdir? Azərbaycan xalqının qızını, gəlinini, əxlaqsızlığa, cəmiyyətini Əfqan mı sürükləyibdir? Nədir də Əfqanın cəzası? Nədir də Əfqanın cinayəti? Bir sual verirəm də. Sual verirəm Əliyev. Sən də sualıma cavab ver. Sən prezidentsən, mən də vətəndaşam və haqqımdır bunu səndən tələb etməyi. Amma mən bunu tələb etdikcə məni hədəfə gətirirsiniz, məni şantaj edirsiniz, mənə zənglər etdirirsiniz, mənə mesajlar yazdırırsınız və adam salırsan. Sən İlham Əliyev o qeyrətin sahibidir ki, sənin rejimin, sənin qurduğun sistem, sənin DTX-nın rəisi. Mən haqqımı tələb edirəm və pozulmuş hüquqlarımın bərpa olmasını istəyirəm. Sən Avropada bir qadının 2 körpənin arxasınca bandit salırsan. Bu hansı qeyrətə yaraşır? Var, bu harda yazılıb da, harda yazılıb ki, haqqı, hüququ pozulan bir vətəndaşın çağırışına, haykırısına bu cür cavab verilir. Və sən məcbur edirsən ki, sənin anlayacağın tərzdə təhqirlə, ağzımıza gələnlə, dişimizin dibindən çıxandan Əliyevə deyək. Vəssalam. Çünki Əliyevin təyin etdiyi bu məmur sürüsü, Nağıyevi, Kamranı, vilayəti məcbur edir. Nəyə görə israrla Əfqan həbsdə saxlanılır? Nəyə görə Əfqan cəzalandırılır? Nəyə görə Əfqan ailəsi Azərbaycanda deyil? İlham Əliyev, sual verirəm. Sən axı humanist prezidentsən, sən axı dəmir yumruqsan, sən ali başkomandansan, sən Fatihlər Fatihisən. Mən nə bilim 100 dənə ad qoydurmuşsan özünə. Mən də sual verirəm, ay Fatihlər Fatihi, ay dəmir yumruq, ay nə bilim xilaskar
xalqın xilaskarı. Bəs biz bu xalqdan deyirikmi? Bizi niyə xilas eləmirsən? Niyə də sual verirəm. Aylardır, illərdir ailəmin başına gələni danışıram. Yoldaşımın başına gətirdiklərimizi danışıram. Vətəndən sürgün olunduğumu danışıram. Fransada siyasi mühacir olmağımı danışıram. Niyə vətəndaş siyasi mühacirdir? Əliyev, sual verirəm. Niyə Azərbaycanın altı qızıl, üstü qızıl vətəndaşı siyasi mühacirdir? Niyə? Niyə sən vətəndaşın haqqını yiyənsən? Sənin sistemin, sənin ailən, sənin təyinatın, amma cəzalanan mənim yoldaşım. Mənim yoldaşımın cinayəti nədir, Əliyev? Kimin haqqını yiyib? Kimin haqqına girib? Kimin anasının, bacısının namusuna söz atıb? Nədir mənim yoldaşımın cinayəti? Qoy Azərbaycan xalqının qarşısına, mən bu xalqın qarşısında səndən hesabat soruşuram. Ver bütün faktları Azərbaycan xalqına. Qoy Azərbaycan xalqı nəyin necə olduğunu görsün. Görün biz niyə cəzalanırıq da, niyə mən sürgündəyəm? Mən vətənimdən didərginəm, mənim ailəm parçalanıbdır. Bunlar mənim tək həyat yoldaşım, uşağımın atasını əlimdən almıyor. Mənim vətənimi, mənim doğulduğum, böyündüyüm vətəni məndən alıblar. Varmı belə bir dərd dünyada? Və yazır ki, sən vətəndə yaşamaq sənə haramdır. Mənə trollar yazır. İlham Əliyev rejimi troll saxlayır. İlham Əliyev rejimi özünü müdafiə etmək üçün, cəmiyyətdə, sosial platformada fikir formalaşdırmaq üçün adamlar troll saxlayırlar və ona pul ayırırlar. Və həmən trolların ən çox yazdığı şərhlərdən biri budur ki, mən vətəndə yaşamaq mənə haramdır. Niyə mənə vətəndə yaşamaq haramdır? Vətənin neftini mən yemirəm, qızılını mən yemirəm, vətəndaşa mən xəyanət eləmirəm, vətəndaşın söz haqqını əlindən almıram. Haqqını səsləndirən insanı aparıb mən polisdə işgəncələrə məruz qoymuram. İnsanların cibinə nəşə atıb şərləyib tutturmuram. Məhkəmədə yalan ifadə vermirəm. Məhkəmədə onun bunun üzrə durmuram. Onu bunu şantaj etmirəm. Nəyə görə mən vətənimdə yaşaya bilmərəm? Dövlətimə xəyanət eləmirəm. Vətənimə xəyanət eləmirəm. Nəyə görə bir ləyaqətli ailə, bir ailə dəyərlərini qoruyan bir qadın, bir ana bu vəziyyətdədir. Siyasi mühacir dalından bandit salır Əliyev. Varmı belə bir? Var da hansı qanun deyir ki, mən haqqımı tələb edirəm. Mən Əliyevdən tək əfqanı yox, vətənimi tələb edirəm. Nəyə görə? Mən vətənimdə deyiləm. Əliyev, sən cavab verməzsən. Ölməmsən ki, sağsan, nefti yeyirsənsə, qızılı yeyirsənsə, altı qızıl, üstü qızıl ölkəni dağıdırsansa, sən bu vətəndaşı sahib suallarına cavab verməzsən. Sən mənim haqqımı yeyirsən. Sən mənim haqqımı yeyə məni ölkədən sürgün edirsən. Hələ sənin DTX-an deyir ki, xeyr, biz nefti də yeyirik, qızılı da yeyirik, amma sənin namusunu da yeməliyik. Bax, bunun prinsipi gedir bu ölkədə. Vəssalam. Nəyin prinsipinin getdiyini xalq da gözəl bilir. Azərbaycan xalqı gözəl bilir ki, xalqın dolanışığı necədir, bu xalq necə dolanır, vəziyyəti, sosial vəziyyəti necədir, ağzı açılanım, bir söz, bir kəlmə deyən aparır, polisə salınır, polis də işgəncələrə məruz qalır. Əgər çıxıb təkrar etiraz edərsə, təkrar, yəni o ehtimal varsa, aparır anasını, bacısını, qızını polisə aparır, yan otaqda saxlayırlar. İlham Əliyev deyir ki, bax, bizim dediyimiz eləməsən qızın, ananı, bacını zorlayacaq. Yalandırmı? Yalandırsa, yalandırsa. Allah mənə lənət eləsin. Doğrudursa İlham Əliyev, Allah başla sənə, sənin o təyin elədin quldurlar var. Əli Baba və 40 quldur. İlham Əliyev ölkəni belə idarə edir. Ağzını açar, bu adam ölkəni el bağlayıb, üstü bağlı həbsxana, ölkə. Balaca həbsxana, böyük həbsxana. İmkan vermir insanlar haqqını tələb eləsin. İmkan vermir insan desin ki, mənim dərdim nədir? Özə çıxır oradan danışır ki, böyük yekə kişidir, çıxır oradan cəmiyyətin gözü qarşısında videoları yayılır. Məmur öz başınalığı ola bilməz. Vətəndaşlar mənə siqnal versin. Vətəndaşam da, nə siqnal verim? Körsən, övladların sosial platformada, qırılmış nəvələrin sosial platformada, keçmiş kürəkənin sosial platformada. Hamımız sosial platformadasın. Sən bu xalqı görmürsənmi? Sən görmürsənmi biz hansı vəziyyətdəyik? Mən illərdir namusumu qorumaq üçün, ləyaqətimi qorumaq üçün, şərəfimi, vicdanımı qorumaq üçün ölkəmdən didərgin düşdüm. Mən qoruduğum quru mənim bilirsiniz nəyimdir? Vicdanımdır. Mən onu götürdüm ki, bu rejim mənim vicdanımı, mənim ləyaqətimi, mənim namusumu alçatmasın. Məni
sındırmasın. Çünki ölkədə sındırma prosesi gedir. Əliyev deyir ki, sındıracağım, sındırma. Əliyev, bəli, Əliyevin belə deyil, uğurlu siyasəti budur. Əliyevin bütün məmurları xalqı sındırmaqla, xalqın oğlunu, qızını, kişisini sındırmaqla məşğuldur. Vəssalam. Və mən, baxın, niyə sürgün olunmuşam? Qürurumu, mənliyimi, qadın olaraq ləyaqətimi, namusumu qorumaq üçün. Bəli, deyirdi ki, ərin İsaq, DTX-nın təklifi buydu, təklif edirdi, axırın olmayacaqdı. Əli Nağıyev, zaten axırım yoxdur. Biləsən, İlham Əliyev, axırım yoxdur, amma mənim namusumu sizə satdığım gün, öldüyüm gün olacaq. Bunu da biləsiniz. Siz bu ölkənin vətəndaşını, siz bu ölkənin ailələrini, siz bu xalqı bu vəziyyətə çatdıra bilməzsiniz. Və orada çıxıb yazır ki, sənin trolların yazır ki, Sevinç Sadıqovun ayağı vətənə dəyə bilməz. Bu vətənə haramdır, bu vətən ona haramdır, o xalq düşmənidir. Niyə mən xalq düşməni oldum? İlham Əliyev, Sibrizi açan sənin kürəkənin, mandalin otayı alan sənin qızların, ölkəni talayan sən, nefti yeyən sən, qazı yeyən sən, offşorlara pulu daşıyan sən, uşaqlarımızın uşaq pulu haqqını yeyən sən, pensiya yaşını günü-gündən artıran sən, günü-gündən deputatların maaşını artırıb bu işləməyən adamların, özünün təyinatlarını, xalqı süründürən sən, vətəninə sadiq olan mən, adi sıra bir vətəndaş olur, vətən xaini, ölkədən sürgün edilir, ailəsinə həsrət qalır, uşaq atasını görmür. Əliyev, bu sənin uğurlu siyasətindir. Əliyev, sən doğrudan inanırsan ki, sən uğurlu siyasətə imza atmısan, sənin xəbərin yoxdur, sənin çox gözəl xəbərin var. Mən utanıram deməyə ki, İlham Əliyevin ölkədən xəbəri yoxdur. Mən utanıram bunu səsləndirməyə. Çünki İlham Əliyev ölkəni məhv edən birinci adamdır və onun təyinatları buna xidmət edir. İlham Əliyev çıxışlarında polisi qoruyur, xalqı vurur və o birbaşa olaraq polisi öz marağı üçün qorudu ki, polis onu qorusun. Bəli, bu günlərim ayrı-ayrı insanlar, İlham Əliyevin trolları, əxlaqsızları yazır ki, Sevinç Erməniyə işləyir. İlham Əliyev, Erməni sənin qohumundur, Əli Nağıyevin qohumudur. Mən erməni olsaydım, mən qohum əqrabam erməni olsaydı, mən bu vəziyyətdə olmazdım. Çünki ermənilərə xidmət edən, erməni sənin qohumundur, sizin ailə üzvlərinizdir, gəlinlərinizin qohumudur. Mənim heç onlardan əlaqəm yoxdur. Amma bir vətəndaşı yerin dibinə batırmaq üçün, bir vətəndaşı yox eləmək üçün İlham Əliyev prokuraturanın əlindən, DTX-nın əlindən, polisin əlindən bir özünə kişi deyən bu qədər gücü bir xalqa sipər edərmi? Niyə və niyə? Niyə bu xalqla bu qədər düşmənsən? Hər şeyimizi əlimizdən aldın, varımızı, yoxumuzu, bütün sərvətimizi. Bir dənə qalıb bizim bu xalqın namusu, bu xalq qeyrətli xalqdır. Bu xalqın dəyəri var, bu xalqın namusu var, qeyrəti var, anası var, bacısı var. Niyə bizi bu vəziyyətə salırsan? Niyə siz məni bu vəziyyətə salmısınız? Nə istəyirsiniz? Mən ailəmi istəyirəm, mən vətənimi istəyirəm. Mənim zaten istədiklərim açıqdır, Azərbaycan xalqı da görür. Mən bu xalqında alnı açıq, üzü ağ çıxış edirəm. Və deyirəm, İlham Əliyev, cinayətlərimi ver bütün dünya görsün ki, bir xalqdan, bir sıravi vətəndaşdan nəyin prinsip aparır? Bu vətəndaşın xəyanəti nədir? Bu vətəndaşın cinayəti nədir? Sən bunu açıq qoy bu xalqın qarşısına. Bəlkə siz haqlı çıxacaqsınız. Bəlkə mən doğrudan xəyanətkaram. Qoyun, amma açıq qoyun. Mən yenə deyirəm, mən tələbimi açıq deyirəm. Mənim tələbim, mən ölkəmdə olmalıyam. Mən Fransada olmamalıyam. Mən fransız vətəndaşı deyiləm. Mənim ölkəm var, mənim dövlətim var. Əliyevin uğurlu siyasəti Azərbaycanı boşaltmaqdır. DTX-nın əlindən, polisin, prokuraturanın nə qədər gənclər ölkəni tərk edir. Nə qədər insanlar başını götürüb qaçıb, bu çıxış yolu deyil. Bu ölkəni boşaltmaq, bu ölkəni məhv eləmək. İlham Əliyev, bir daha deyirəm, sizin bu planlı şəkildə törətdiklərinizdir. Sən bu xalqı sındırırsan, sən bu xalqı məhv edirsən. Sən bu cəmiyyətdə əxlaqsızlığın təbliğatını aparmaqla zaten bu xalqın axırına çıxmaq istəyirsən. Sən bu xalqın övladlarını arağa, sən bu övladlarını spirtə, sən bu xalqın övladlarını narkomaniyaya, sən bu xalqın övladlarını fahişəliyə otuzdurmusan. Sən cəmiyyəti məhv etmək üçün başını heç kəs qaldırmasın, yararsız bir cəmiyyət olsun, əxlaqsız bir cəmiyyət olsun. Deyir ki, vətəni, ölkəni, milləti məhv eləmək üçün o millətin qeyrətini öncə məhv eləmək lazımdır. O milləti zinaya otuzdurmaq lazımdır. İlham Əliyev bax bugün bizi o vəziyyətə salırdı. Bəli, mən bugün həyat yoldaşımın azadlığını tələb edirəm. Mənə deyirlər, neynirsən sən? Ged özünə həyat qur. Niyə? Mən
öz həyat yoldaşımı, Allahın mənə halal buyurduğu həyat yoldaşımı tələb edir. Görün Azərbaycan qadını nə qədər əzəmətlidir. Azərbaycan anası nə qədər əzəmətlidir ki, ailəsini qorumaq üçün bu qatillərlə üz-üzə gəlir. Dalımca adam göndərirlər. Bu qədər qorxuya rəğmən, bu qədər stresə rəğmən mən düpədüz gedirəm. Mən Allahın yolunda gedirəm. Bu Azərbaycan qadınının göstərdiyi nümunə. Bu da İlham Əliyev. Bu da İlham Əliyevin təyinatları. İndi deyin, nə istəyirsiniz bu xalqdan və niyə susturmaq istəyirsiniz? Siz elə bilirsiniz ki, Azərbaycanın xalqını məhv eləməklə, Azərbaycan xalqının ləyaqətinə, namusuna sataşmaqla siz tarixə düşəcəksiniz. Siz hər zaman tarixə, bu xalqın da yaddaşında, tarixin yaddaşında da hər zaman lənətlənəcəksiniz. Çünki bir xalqın namusunu əlindən almaq olmaz. Bir xalqın dəyərinə toxunmaq olmaz. Əliyev, niyə toxunursan? Niyə məhv edirsən mənim ailəmi? Sual verirəm. Nə etmişik sənə? Nə etmişik? Nə qədər cinayətlərimiz? O zaman çıx Azərbaycanda söz haqqının cinayət olduğunu de. Denən ki, Azərbaycanda söz haqqı və bunu qanuna sal, qanunlaşdır. Necə ki, dəlixana ilə bağlı qanun qəbul edib sərəncam imzalamışsan ki, bir şəxs özünün razılığı olmadan, qəyyumunun razılığı olmadan, ailə üzvlərinin yaxınlığının razı olmadan açıq-açığına dəlixanaya göndərə bilərsən. Demək ki, sən artıq hər şeyi imza ata bilərsən. Bu nəyə hesablanıb? Bu danışan insanların məhdudlaşdırmağa hesablanıb. Adam gündə özünə, rejiminə, özünü qorumaq üçün, rejimini qorumaq üçün bir qanuna imza atır ki, Azərbaycan xalqını bu çərçivələrdə saxlasın, boğsun, məhv eləsin. Bu adam orada oturub ki, bu xalqı məhv eləsin. Bunun başqa missiyası yoxdur. Mən TikTok platforması, öz adım və soyadım Sevinç Sadıqova səhifəsində demək olar ki, hər axşam canlı yayım açıram. İnanın mənə, DTX-nın agenturası nələr yazırlar, nələr. Bir daha bu yazılarda Əliyev rejiminin iç yüzünü görürəm. Nələr yazırlar, əxlaqdan kənar. Bunlar nə qədər əxlaqsızlar, mən gözəl bilirəm. Mən DTX-da olduğum zaman Əli Nağıyevin simasını gözəl gördüm və mənim dövlətdə, o idarə etmədə oturanlara o zaman inamım itdi. Mən gördüm ki, dövlət düşmən əlindədir. Mən çünki bunu canlı gördüm. Baxmayaraq ki, onlarla yüzlərlə vətəndaşlar bunu danışırdı, səsləndirirdi, başlarına gələnləri deyirdilər. Amma mən bir də özüm görəndə buna əmin oldum ki, Azərbaycan dövləti düşmənlərin əlindədir və bu düşmənlər özlərini vətənpərvər adlandırır. Həmən bu vətənpərvərlər ölkəni talamaqla, oğurluqla məşğuldur. Bir Həsir, bir Məmməd Nəsir olan vətəndaş isə cəza çəkir. Nəyin cəzasını? Əfqan Sadıqov tamah məqsədi ilə, şantaj yolu ilə külli miqdarda əmlak talayıb. Əli Nağıyev, heç mi utanmadın? Sual verirəm, heç mi utanmırsan? Heç mi utanma hissin yoxdur? Bilə-bilə ki, Əfqan Sadıqov heç kəsi şantaj etməyib. Bilə-bilə ki, Əfqan Sadıqov tamah məqsədi ilə Əli Nağıyev pul əldə etsəydi, hər halda yəqin ki, Nazlı Bulağın istirahət mərkəzinin birini də Əfqan açardı, sənin kimi. Hər halda, hələ ki, tamah məqsədi ilə Əli Nağıyev əmlak əldə edib, tamah məqsədi ilə Kamran Əliyev əmlak əldə edib, tamah məqsədi ilə sizin qoruduğunuz İlham Əliyev. Hələ ki, nə Əfqan, nə onun ailəsi tamah məqsədi. Bu Azərbaycan xalqının nəyi var? Hamımız bir Həsir, bir Məmməd Nəsir. Bu həqiqətdir. Və İlham Əliyev bu xalqdan deyir ki, yox, hər şeyini əlindən almışam, təhsilini, səhiyyəni, hər bir şeyini, rifahını, gələcəyini. Amma deyir, bugünün var, bax, bugün də fahiş olmalısınız. Bax, mən sizə deyim, o deyir ki, Azərbaycan qadını, o bir hekayə var, deyir, mən olmalıyam dənizlər padişahı, qızıl balıq nökərim olmalıdır. İlham Əliyev deyir, mən olmalıyam Azərbaycanın padişahı, xalq nökərim olmalıdır əyiğimin altında, amma elə belə yox, fahişəlik nökəri. Mən sizə bunu yəqin və dəqiqliklə deyirəm. Bu xalqın namuslu, qeyrətli, sıravi insanlardan gedir, trollardan yox. Xalq gözəl bilir ki, biz nə vəziyyətdəyik. Azərbaycan xalqı özü gözəl bilir və mən Azərbaycan xalqıma müraciət edirəm. Ey dəyərli Azərbaycan xalqı, ey millətim, mən bu xalqın nümayəndəsiyəm. Kiminsə bacısıyam, Əfqanın həyat yoldaşıyam, uşaqlarımın anasıyam, namuslu, qeyrətli insanların bacısıyam. Mən hansı vəziyyətdəyəm? Baxın, gör bir qadın, bir ana, bir bacı hansı vəziyyətdədir? Baxın mənim düşdüyüm vəziyyətə və mənə qoyulan adlara. Siz o adları mənə yaraşdırırsınızmı? Və o adlar bu xalqa yapışırmı? Mən vətənə xəyanət eləmişəm.
Mən ölkəmi satmışam. Mən heç ailəm üçün canını verən insan ölkəsini satarmı? Ölkəsi üçün başından keçər o insan. Ləyaqətsiz Əliyev. Vicdanını itirmisən, mən bilirəm. Sən oturmusan, vicdansız bir adamsan. Amma bu xalq, bu millət, qeyrətli insanlar parçalanmayaq. Məhv olmayaq, göz yummayaq buna. Biz birləşməliyik. Biz səsimizi daha ucalardan çatdırmalıyıq. Biz belə bir şeyə göz yummamalıyıq. Hara qədər cinayətlər baş verməlidir. Cəmiyyətdə baş verən, gündə cinayət baş verir. Hər bir şeyin kökündə durur orada sosial problemlər, durur orada kasıbçılıq, durur orada hər bir demək baş verənlərin hər birinin kökündə bu durur. Niyə ölkədə bir ailə yaşamalıdır? Niyə ölkədə bir rejim yaşamalıdır? Biz niyə yaşamamalıyıq? Niyə biz əzab çəkməyə gəlmişik? Qul olmağa, əxlaqsız olmağa gəlmişik? Ona görə də mən istəyirəm Azərbaycan xalqı mənim düşdüyüm vəziyyəti və bilavasitə bu xalqın yaşadıkları, hər birimizin yaşadıkları hamısı eynidir və biz buna susmayaq. Bu rejim bizi məhv edir ayrı-ayrılıqda. Bu rejim bizi namusumuzu əlimizdən alır və namusumuzu almaqla kifayətlənmir. Hələ bizə vətənin xəyanət damğasını da vurub ömürlük həbs eləmək istəyir. Yəni mən dözə bilmirəm, həqiqətən deyirəm və mən dözməyəcəm də. Mən sona qədər səsimi çatdıracağam. Dostlar, 800-dən çox insan izləyir, amma bəyənən yoxdur. Mən sizdən çox xahiş edirəm. Hal-hazırda real olaraq ən böyük dəstəyiniz yayımı bəyənməyiniz, çoxlu şərh yazmağınız və yayımı aşağıda, sağda ox işarəsi var, yayımı paylaşın. Paylaşın ki, İlham Əliyev necə namusumuzla oynayır. İlham Əliyev rejimi necə bu Azərbaycan xalqının namusuna dil uzadır, hər kəs görsün. Bu susulacaq bir vəziyyət deyil və biz buna əsla və əsla boyun əyib susa bilmərik. Bu çörək deyil bölüşək, su deyil bölüşək, ailədir, ailə dəyərdir, namusumuz da əldən gedir, belə bir şey yoxdur, namus əldən gedir. Hər şeyi vermişik, Əliyev deyir, yox, sən namusumu da verməlisən və mənim qarşımda dombalıq nökər olmalısan. Etiraz edəndə bax bu vəziyyətdədir. Dolayısıyla hamımız eyni vəziyyətdəyik. Dostlar, mən sizdən xahiş edirəm, Azər TV-nin YouTube kanalına abunə olun, yayımı bəyənin, bəyənmə yoxdur, bəyənin, paylaşın, daha çox insanlar görsün və YouTube kanalına abunə olmağı unutmayaq. Mən sona qədər, son nəfəsimə qədər, mən Əfqan Sadıqovun, onun ailəsinin başına gələnləri bütün dünyaya, yəni öləcəmsə də İlham Əliyev bugün deyir, səni öldürəcəm, səni məhv edəcəm, mənim arxamdan adam göndərir. Gör, əli yalın bir qadının, əli yalın, ailəsində başsız olan, ailə başçım yoxdur da Əliyev aparıb, başsız olan bir qadını başına oyun gətirir, hələ arxasından da adam göndərir. Siz deyin, bu nə dərəcədə sizcə əxlaqlı bir rejimdir? Mən demirəm, bax Azərbaycan xalqı siz deyin, bunlarda əxlaq varmı? Bunlarda namus, qeyrət varmı? Qanunu qoydum kənara, hər şeyi qoydum kənara. Bu qədər iyrənclik ola bilərmi? Və mənə deyir ki, ərini türmədə sənin də orada başına oyun açacaq. Aç da İlham Əliyev, aç. Sənin şanına yaraşan addımlar budur. Əksinə görsəydim, təəccüblənərdim. Sənə layiq olan edirsən, heç mən də təəccüblənmirəm. Mən illərdir danışıram, illərdir ailəmin başına gətirilənləri səsləndirirəm. Budur sizin cavabınız, mənim dalımdan adam göndərirsən, göndər. Göndər, sən özünə və rejiminə yaraşan, layiq olanları edirsiniz və siz düşünürsünüz ki, mən susacağım, məni susturacaqsınız, məni qorxutmaq və bir gün bu qorxunun həyata keçəcəyini bilə-bilə mübarizə aparır. Mən bilirəm, bugün mənim arxamdan gələn sabah qulağımın dibindən vurar, öldürər. Arxadan özdə bıçaqla vurar. O qədər qeyrətsizsiniz ki, qadına da arxadan bıçaqla saldıracaq qədər şərəfini, namusunu itirmiş bir qeyrətsizsiniz. Mən amma yaşayıramsa bunları danışacağım və bunlar arxiv olaraq qalacaq. İlham Əliyev, sonda isə bunu demək istəyirəm ki, mənim ailəm yer üzündən silindiyi zaman dünya sənin etdiyin bu cinayəti və mənim ailəmi bir daha tanıyacaq. Zaten bu ömrün, bu həyatın sonu ölümdür. Əliyev sən də öləcəksən, mən də öləcəm, Nağıyev də öləcək. Amma kim baxıb necə yaşayıb və necə öləcəkdir? Mən ölümdən qorxmuram. Ölüm hər kəs üçün haqdır. Hər kəs ölümü dadacaqdır. Ay aman, öləcəm. Bu əxlaqsızlığa boyun əyəcəm. Əsla və əsla. İndi də biraz tez ölərəm. Öldürərsən tez ölərəm. Çox yaşamaram, tez ölərəm. Amma niyə yaşayıram? Nə uğrunda yaşayıram? Bu mənim üçün vacibdir, önəmlidir. Mən Allaha sığınıram, Əliyev. Azərbaycan xalqı, mən əli yalın, himayəsində körpəsi olan anayam. Topum yox, tüfəngim yox, silahım yox,
Pulum yox, korrupsioner deyiləm. Mən əli yağlı Azərbaycan xalqının nümayəndəsi, anayam, qadınam, bu xalqın bir nümayəndəsiyəm. Mənə vətənə xəyanət damğası vuran Əliyev bir gün Azərbaycan xalqının qarşısında, bir gün Azərbaycan dövləti qarşısında və bir gün qanun qarşısında və ən əsası uca Rəbbimiz Allahın qarşısında cavab verəcək ki, bir ailəni məhv elədim, bir xalqı məhv elədim, onun dəyərini məhv elədim. Əmin ol ki, bu dünyada da olmasa, o dünyada bunun cavabını verə bilməyəcəksən. Və mən də bir daha deyirəm, ölümdən qorxan insan deyiləm ki, məni ölüm dayandırar. Zaten öləcəyik. Ya ha indi, ha 50 il sonra. Hər bir sonu ölümdür da bu həyatın. Yəni ölüm məni öldürməyiniz belə məni susturmayacaq. Amma mən istəyirəm ki, Azərbaycan xalqı və bütün dünyaya bir daha deyirəm, bu ailənin faciəsini, bu ölkənin faciəsini, bu xalqın faciəsini çatdıracağam. Və bunu çatdırmayana qədər də dayanmayacağam. Bir daha deyirəm, görək İlham Əliyevin alnı açıq, üzü ağ olacaq bu məsələdə. Görək İlham Əliyev hər şeyi talayıb, dağıtdığı bir zamanda, namusu da almaq istədiyi bir halda alnı açıq mı olacaqdı Əliyev? Əliyev, görək nə cavab verəcəksən tarix qarşısında? Mənim üçün də çox maraqlıdır. Görək hansı cavab verə biləcəksən? 7 dəqiqə İlham Əliyev zəng verir. 7 dəqiqə. Hay Azərbaycan xalqı. 7 dəqiqə. Günahsız bir ailə bir-birinə həsrət, vətəndən didərgin. 7 dəqiqə. Əliyev çox humanistsən. Görürsən o erməniləri Skype-a qoşan Əliyev, ermənilərə humanistlik eləyən Əliyev, ermənilərə çay paylayan Əliyev. Bugün sabah narahat olmayın, ermənilər Ermənistana gələcək, İlham Əliyevin qohumları. Bilirsiniz niyə İlham Əliyev onlara qarşı humanistdir? Çünki İlham Əliyev Xocalı soyqırımı törədənlərə qarşı humanistlik edirsə, demək İlham Əliyev bu xalqın düşmənidir. Niyə İlham Əliyev rejimi və İlham Əliyev cinayət eləməyən bir ailəyi bu vəziyyətə çatdırır və mənim səsimə səs vermir? Çünki İlham Əliyevin məqsədi elə hamımızı bu günə qoymaqdır. Vəssalam. Yox, namus gözləmirəm əsla. Yaşadıklarımdan sonra hələ heç gözləmirəm. Başıma gələndən sonra heç gözləmirəm. Və cəmiyyətdə baş verənlərə baxdıqca deyirəm ki, heyf Azərbaycan xalqından ki, bu xalqı məhv edir İlham Əliyev. Bu xalqın gəncliyini, gözəlliyini, bu xalqın qızını, gəlinini, bu xalqın namusunu, bu xalqın qeyrətini sındırmaqla məşğuldur. Yəni, zaten Azərbaycan xalqı da bunu görür. Mən də sona qədər, son nəfəsimə qədər dünyaya çatdıracağım. Tək ailəmi yox, bu xalqın başına gələnlərə bütün dünyaya çatdıracağım. Sonda İlham Əliyev məni öldürsə də mən qəm yemərəm. Eybi yoxdur. Qoyun, mənim ölməyimlə dünya kör qalmayacaq. Amma həqiqət uğrunda kimsə haray çəkməlidir ya yox. Həqiqət uğrunda kimsə bunu haykırmalıdır dünyaya ya yox. Mən bir daha deyirəm, insanın deyir canı belə deyək də əzizdir. Amma biləsiniz ki, haqq və ədalət hər şeydən əzizdir mənim üçün. Mən bu dünyada nə üçün yaşadığımı bilirəm. Mən bu dünyaya missiyam nə üçündür, onu da gözəl bilirəm. Mən bu cür yaşamağı ümumiyyətlə qəbul etmirəm və etiraz edirəm Əliyev sisteminə, Əliyev rejiminə, başda da İlham Əliyevin özünə. Mən belə bir iyrəncliyə göz yummuram və buna etiraz edirəm. İndi ki, məni şantaj edir, ərinin həbsdə axırı yaxşı olmayacaq. İlham Əliyev bir dəfəlik bizi öldür. Bir dəfəlik əlinə bir silah al, qır bu milləti. Valla canın qutarsın. Zaten bizi öldürmüsən da. Nə vətəni olmayan, ailəsi olmayan bir ana, bir qadın düşünürsən ki, yaşayır. Öldürmüsən. Öldürmüsən zaten. Bir dəfəlik bizi Kalaşnikov avtomatına al, piç, qoy qırağa, denəm otur bomboş ölkədə, denəm prezidentəm. Denəm prezidentəm, daşa, qayya, bilmirəm, hara prezident deyiləcək. Əsas sənə neft lazımdır, xalq lazım deyil ki. Xalq lazım olsaydı bu xalqa söz haqqı tanınardı. Bu xalqa söz haqqı verilərdi. Bu xalqın məhkəmə sistemi, qanunu, hüququ ali olardı. Sənə bu xalq lazım deyil. Görüntü yaratma. Məhv elədiyin cəmiyyətlə görüntü yaratma. Al avtomatı, ver vilayətə. Vermişdin 2003'te vilayətə pistoleti. Birini ver vilayətə, birini ver Kamrana, birini ver Əlin Ağayevə. Düşün bu xalqı piçin, öldürün və salam, dincəlin. Siz də dincəlin, biz də dincələk. Bitsin bu həngamə, bu müsibət, bu əxlaqsızlıq dayansın. Bu yaşamaq deyil. Siz bizə zülüm verirsiniz. Siz bizə zülüm verirsiniz, işgəncə verirsiniz. Bir daha deyirəm, bu yaşamaq deyil Azərbaycan xalqı, biləsiniz.
Dostlar, xahiş edirəm, Azel TV-nin YouTube kanalına abunə olun. Bax, bu kanala abunə olun. Mən bu kanaldan tez-tez yayım açacağım, etiraz aksiyaları keçirəcəm. Mən sona qədər haqqım, hüququm uğrunda, qanun nailiyi uğrunda bu yolda canımı verməyə hazıram. Əmin olun, Allah qəlbləri görəndə Allah da, niyyəti də görür, qəlbi də görür. Mən bu yolda bir daha deyirəm, Əliyem məni öldürəcək, kimlər göndərəcək, sevinç dayanacaq, belə bir şey yoxdur. Öldüyüm, dayandığım gün öldüyüm gün olacaq, bu qədər. Yəni mən konkret olaraq bunu deyirəm. Sizdən də bir xahişim var. YouTube kanalıma abunə olun. Bəyənin, bəyənmə yoxdur, bəyənin. Və burada sağda ox işarəsi var, paylaşın. Mən bir daha canlı açacağım. Demək olar, hər gündə mütəmadi olaraq TikTokda canlı açıram. Və gəlib bir dənə canlıda şərhlərə baxasınız ki, DTX-nın agenturaları nələr yazırlar, nələr. Görün, nə qədər əxlaqsızdır. Deyir, ailəni dağıdım, vətənini alım, özünə də damğa vurun, bax budur da, yəni. Bunlar da düşünür ki, vətəndaş bunu qəbul edəcək. Qəbul olunacaq şeylər deyil. Və insanlar da bunları heç bir zaman qəbul etməyəcək. Və siz cavab verəcəksiniz, gec tez. Dostlar, xahiş edirəm, bəyənin, paylaşın. Mən yenə də yoldaşımla bağlı son olanları sizin diqqətinizə çatdıracağım. Yoldaşım Kürdəxandadır indi hal-hazırda. Mən son olanları, yoldaşımın məhkəmə proseslərini, onun üzünə duranları ifşa edəcəm. Sizin diqqətinizə çatdıracağım. Aldığım bütün məlumatları canlı yayımı açıb sizin diqqətinizə çatdıracağım. Hələlik bugün bu qədər. İstədim ki, İlham Əliyev rejimi bilsin ki, mən vətəndaş, Azərbaycan Respublikası mənə deyir ki, vətəndaşlıqdan imtina elə. Dedim, İlham Əliyev, yatarsan yuxuda görərsən ki, mən vətəndaşlıqdan imtina eləmişəm. Mən Azərbaycan Respublikasının vətəndaşı Sevinç Sadıqova bu haqsızlığa göz yummayacağım. Bu haqsızlığa etiraz edirəm. Bu haqsızlıq deyil, bu əxlaqsızlıqdır. Bu namussuzluqdur, bu şərəfsizlikdir. Vəssalam, haqsızlıq da bir başqa şeydir. Bunu edən prezident ola bilməz. Bunu edən ancaq və ancaq namusunu, şərəfini, vicdanını itirən əxlaqsız bir adam ola bilər. Prezident məncə qanuna tabi olmalıdır və qanunu icra eləməlidir. Bu adam 30 ildə oturub oldu. Heç özü qanunu yoluna oturmayan adam necə qanuna riayət edəcək?